Gün 19. Yaddaş. Yalnız indiki an var. Gəlin bir həqiqəti qəbul edək. Yalnız indiki an mövcud. Nə keçmiş var, nə də gələcək. Keçmiş yalnız bizim beynimizdə yaşayır. Məhz bu andan etibarən sizə ağrı verən bütün o yaddaşı arxada qoymağın vaxtıdır. Sizi geriyə çəkən sən bacarmazsın, çünki əvvəllər də bacarmamışdın deyə o xatirələri tamamilə silib atıraq. Bugündən etibarən köhnə mənimizi unuduruq. Bugündən özünüzə deyin. Mən tamamilə başqa bir insan olmağa, tamamilə başqa bir həyat yaşamağa qərar verirəm. O həqiqətən də işə yarayır və bu möhtəşəmdir. Bugünün texnikası düzgün xatirələr. Mən sizi o ağrılı keçmişə, xoşagəlməz hadisələri, təkrar yaşadığınız günlərə qayıtmağa məcbur etmirəm. Bununla məşğul olmayın, çünki bu bizi uçuruma çəkir. Yaxşı və doğru vibrasiyalar yaratmaq üçün biz yaddaşımızdan yalnız ən möhtəşəm anları çıxaracağıq. Biz diqqətimizi keçmişdəki elə hadisələrə yönəldəcəyik ki, onlar bizə bir şey pıçıldayacaq. Sən istədiyini əldə edə bilərsən. Bu texnika necə işləyir? Beyninizdəki o böyük arxiva daxil olun, amma qaranlıq künclərə baxmayın. Yalnız işıqlı, qələbə çaldığınız, özünüzə fəxr etdiyiniz anları axtarın. Hətta ən xırda uğrunuzu belə xatırlayın. Bəlkə uşaqlıqdan bir yarışda qalib gəlmisiniz, bəlkə ilk dəfə maaş almışsınız, bəlkə də çətin bir imtahandan keçmisiniz. Həmin an hiss etdiyiniz o mən bacardım duyğusunu bədəninizdə yenidən hiss edin. Məhz bu hiss sizin indiki andakı vibrasiyanızı göylərə qaldıracaq. Bəli, keçmiş təcrübələrimiz bizə həqiqətən təsir edir, amma o hal-hazırda yalnız xatirələr, şərhlər, nəticələr vasitəsilə mövcud. Məhz beynimizdəki bu daxili yazılar bizi ya dəstəkləyə bilər, ya da məhdudlaşdıra bilər. Bəzən yaddaşımız bizi bu cür düşüncələrin içində həbs edir. Məndə əvvəllər də alınmamışdı, bu mənim üçün deyil, mən bacarmıram. Düzdür, bu cür inanclar keçmiş təcrübə əsasında formalarsa da, məhz indi hazırki məqamda verdiyimiz qərarlara təsir etməyə davam edir. Çox təəssüflər ki. Biz keçmişi dəyişə bilmərik, amma məhz indi nəyə fokuslanacağımızı seçə bilərik. Və bu seçim bizim daxili vəziyyətimizə, davranışlarımıza və atacağımız növbəti addımlara birbaşa təsir edir. Nə etmək vacibdir? Ağrılı xatirələrə xüsusi olaraq qayıtmağa və onları yenidən yaşamağa ehtiyac yoxdur. Əgər hansısa hadisələr sizdə çox güclü mənfi emosiya yaradırsa, onlarla ehtiyatlı davranmaq və ehtiyac olduqda mütəxəssis dəstək almaq daha yaxşıdır. Bu praktika çərçivəsində bizdən fərqli bir şey edirik. Biz diqqətimizi şüurlu şəkildə bizi dəstəkləyən təcrübələrə yönəldirik. Sizdən tələb olunan budur. Keçmişinizdə 10 dənə yaxşı, əla məqam tapın ki, orada artıq arzuladığınız vəziyyəti birbaşa və ya dolayısıyla yaşamısınız. Bu necə işləyir? Məsələn, məqsədiniz puldursa, keçmişdə pul qazandığınız, kimdənsə hədiyyə aldığınız və ya o pulu böyük bir zövqlə xərclədiyiniz anları yadınıza salın. O an necə sevinirdiniz, necə həzz alırdınız, həmin anın enerjisini və duyğusunu bədəninizdə yenidən hiss edin. Məqsədiniz şəxsi həyatdırsa, kiminləsə tanış olduğunuz, kiminsə sizə sevgi etiraf etdiyi və ya sizi görüşünə dəvət etdiyi anları xatırlayın. O anlarda özünüzü necə dəyərli və xoşbəxt hiss edirdiniz. Bu hissi indiki anınıza gətirin. Unutmayın, siz keçmişdəki o hissi nə qədər canlı yaşasanız, eyni vibrasiyanı gələcək həyatınıza bir o qədər güclü şəkildə cəlb edəcəksiniz. Mühüm bir life hack, genetik yaddaş. Marafon iştirakçımızdan birinin ev almaq arzusu var idi, amma onun keçmişində heç vaxt mənzil almaq təcrübəsi olmamışdı. O nə etdi? Nəsil, soy, belə deyək, əcdadlarının xətti ilə nəsil yaddaşından istifadə etdi, soy yaddaşından istifadə etdi. O nə etdi? O qohumların, ailə üzvlərinin ev aldığı anları xatırladı. Onların bu uğurun necə qeyd etdiyini, necə sevdiklərini xatırlayıb özünə dedi. Əgər mənim nəslimdə, kökümdə, soyumda kimsə bunu bacarıbsa, deməli bu imkan mənim genetikamda, mənim qanımda var. Demək məndə də olacaq. Sonra o uşaqlığını çox gözəl bir mənzildə keçirdiyini xatırladı. Öz otağının olması, gözəl mebellər var idi evində, dostlarını qonaq çağıra bilmək rahatlığı, şəraiti var idi. O öz evinə sahib olmaq hissini uşaqlıq xatirələrindən çəkib çıxartdı və bu vibrasiyanı hər gün yaşadı və nəticədə möcüzə baş verdi. O həqiqətən də öz şəxsi mənzilinə köçdü. Bu praktikanı daha da effektiv etmək üçün marafonun digər qaydalarını unutmayın. Yadınızdan çıxmasın ki, 30 dəqiqəlik vizualizasiya etməlisiniz, hər gün slaydlarınızla işləməlisiniz. Yuxudan duranda və yuxuya getməmişdən əvvəl gözünüzü açanda və yumanda artıq arzuladığınız həyata sahib olduğunuzu hiss etməyi unutmayın. Gözünüzü açanda və yumanda artıq arzuladığınız həyata sahib olduğunuzu hiss etməlisiniz. Siz keçmişin ən gözəl anlarını bugünün enerjisine qatdıqda gələcəyin qapılarını taybatay açırsınız.